Müəllimlər, başladıq. Bu günləri mən sizə interaktiv təlimdən danışacağam. Müəllimlər, interaktiv təlim qarşılıqlı fəaliyyətə yönələn bir təlimdir. Ümumiyyətlə, interaktiv sözünün mənası, yəni müasir təlim, qarşılıqlı fəaliyyət. Yəni, siz interaktivliklə bağlı testlərdə fərdi sözü, müəllim şagirdi fərdi işə cəlb edir, müəllim şagirdi fərdi işləməyə cəlb edir. Bu kimi sözlər görsəniz, bilin ki, səhvdir. Çünki zaten interaktivlik sözünün tərkibində qarşılıqlı fəaliyyət var müəllimlər. Yəni, müəllim şagirdi əməkdaşlığa sövq edər, müəllim şagirdi ünsiyyət qurmağa sövq edər müəllimlər. Və interaktiv öyrənmə deyəndə müasir təlimi, yəni 21-ci əsr bacarıqlarını tədrisə inteqrasiya etməkdir müəllimlər. İnteraktiv təlim. Və siz testlərdə sabit, dəyişməz, bir mənalı, eyni sözlərin görərsinizsə, müəllim mərkəzli sözün görərsinizsə, mühazirə tipli sözün görərsinizsə, bilin onlar ənənəvi təlimə aiddir və interaktiv təlimə aid deyil. İnteraktiv sözü qarşılıqlı əlaqədir, sosial bacarıqların, 21-ci əsr bacarıqlarını şagirddə formalaşdıran bir dərsdir müəllimlər. Və burada sosial bacarıqlar olduğu üçün, yəni fərdi işə o qədər də can atmır müəllim. Əsasən, müəllim burada can atır ünsiyyətin formalaşması üçün. Məsələn, belə deyək də müəllimlər, müzakirə tipli, qrup işinin təşkili olsun və yaxud da komanda şəklində, qrup şəklində işləməyə daha çox önəm verir ki, burada qarşılıqlı fəaliyyət olsun. Yəni, həmişə interaktiv sözü ilə bağlı testlərdə sizdən nə isə istəsə, yəni interaktivliyi istəsə, həmişə çalışın ki, 21-ci əsr bacarıqlarına yönələn bir dərsləri götürün. Yəni, ənənəvi təlimlə bağlı nə varsa, bunlar interaktiv öyrənməyə aid deyil müəllimlər. Sonra, deməli, mən gəlirəm sizlə müəllimlər, motivasiya və refleksiya mərhələsinə gələcəm. Motivasiya bilirsiniz ki, müəllimlər, hər zaman dərsin birinci hissəsində təşkil olunur. Motivasiyanın məqsədi müəllimlər, şagirdi dərsə cəlb etməkdir. Yəni, bizim motivasiyanın məqsədi nədir müəllimlər? Şagirdi dərsə cəlb etmək və motivasiya dərsin birinci addımında təşkil olunur. Həmişə yadınızda saxlayın. Birinci giriş motivasiyadır. Və motivasiyanı niyə qururuq müəllimlər? Şagirdi, belə deyək də, nəinki bədən dili olaraq, məsələn, şagird mənə baxır, dərs izah edirəm. Bu, diqqəti məndədirmi, məndə deyilmi, onu bilə bilmərəm. Bəlkə sadəcə mənə baxır, ağlı tamam başqa bir yerdədir. Ona görə şagirdi ümumi olaraq həm bədən tərəfdən, həm zehin tərəfdən hər bir diqqətin məndə olması üçün, yəni diqqət hər bir şey mənə yönəlməsi üçün, mən şagirdi, belə deyim də, nəzərə alaraq, şagirdlərin maraqlarını nəzərə alaraq müəllimlər, bütün qrupda oxuyan uşaqların hamısını dərsə cəlb etməliyəm. Yəni, bir-ikisinin üzərində bu motivasiyanı qurmalı deyiləm. 20 şagird varsa, 20-sini də cəlb etməliyəm. Motivasiya yadınızda qalsın, ya testlərdə idraki fəaliyyət düşür müəllimlər. Baxın, idraki fəaliyyət, idraki fəallıq və yaxud da ki, cəlb etmə. Yəni, ola bilsin, motivasiya sözü olmasın, cəlb etmə yazsın. Ola bilər, cəlb etmə olmasın, idraki fəallıq yazsın müəllimlər. İdraki fəallıq, yəni zehninin, belə deyək də müəllimlər, zehnin fəallaşması. Gəlin bir şey deyim sizə. Baxın, məsələn, bir var ki, mənim bu işə həvəsim yoxdur. Müəllimə məni bu işə həvəsləndirir. Yəni, mənim beynim artıq başlayır ki, maraq oyatmağa beynimdə. Yəni, budur motivasiya və motivasiya dərsin yalnız birinci addımında təşkil olunur. İndi motivasiya ilə bağlı sizə açar məqamları deyim. Motivasiya şagirdi qarmağa keçirtməkdir. Motivasiya idraki fəallıq yaratmaqdır. Motivasiya dərsə cəlb etməkdir. Motivasiyanı müəllimlər biz müxtəlif üsullarla apara bilərik. Əyani vəsaitlərlə apara bilərik. Məsələn, müəllimlər, girmişəm sinifə, məsələn, insan orqanlarını falan keçirəm. Məsələn, insan ürəyidir dərsim. Mən girən kimi kitabı götürməlmə başlayım insan ürəyindən danışmağa. İnanın ki, heç bir şagirdə bu dərs maraqlı gəlməz. Amma məsələn, mən gələndə bir gerim qəssabdan bir mal ürəyi alım, gətirim o ürəyin üzərində insan ürəyini təsəvvür edim, danışım. Motivasiyanı onunla qurum. Hamısı o qədər maraqlı olar onlara. Və yaxud da ki, müəllimlər motivasiyanı açıq tipli suallarla başlamaq lazımdır. Həmişə yadda qalsın, testdə qapalı tipli suallar düşəndə səhvdir. Yaxşı, bəs açıq tipli sual nədir, qapalı tipli sual nədir? Müəllimlər, açıq tipli suallar odur ki, bu sualların cavabı yoxdur. Yəni, məsələn, mən sual verirəm Aynur müəlliməyə. Bax, sual verirəm Aynur müəlliməyə. Mən bilmirəm Aynur müəllimə hansı cavabı verəcəm müəllimlər. Məsələn, mən deyirəm ki, Aynur müəllimə, tutaq ki,
COP29-un Azərbaycanda təşkil olunmasına necə baxırsınız? Bilmirəm ki, Aynur müəllimənin baxışı necədir. Əfsanə müəlliməyə versə fərqli cavab alacağam, Fidan müəlliməyə versə fərqli cavab alacağam. Hər kəsin öz baxışı var müəllimlər. Baxın, bu açıq sualdır. Sualı verən mən, amma bilmirəm ki, qarşımdakı insan hansı cavabı verə bilər. Bu açıq sualdır. Amma qapalı tipli suallar isə müəllimlər faktlara əsaslanır. Qapalı tipli sualların cavabı var. Məsələn, mən deyirəm ki, tutaq ki, Əsmairə müəllimə, məsələn üçün, Almaniya paytaxtı haradır? Bilirəm də müəllimə nə deyəcək. Hər birinizə bu sualı versəm, kim bilirsə eyni cavabı verəcək. Yəni, görürsünüzmü müəllimlər, mən sualın cavabını artıq bilirəm. Və yaxud da Azərbaycan bayrağında neçə rəng var? Bilirəm ki, nə cavab verəcəksiniz. Bu, qapalı tipli suallardır müəllimlər. Amma motivasiyada deyirik, şagirddə idraki fəallıq yaradır. Bəs mən qapalı tipli sual versəm idraki fəallıq yaratmaz ki, açıq tipli sual verməliyəm ki, şagird bunu maraqla qarşılasın. Çünki öz düşüncəsinə, öz baxışına görə cavab verəcək müəllimlər. Crossword tərtib etmək, hekayə oxumaq, içərisində bir neçə səhv buraxılan mətn göstərilə bilər və şagirdlərdən bu səhvləri tapmaq və düzəltmək tələb oluna bilər. Müəllimlər, motivasiyada həmişə yadda qalsın ki, testlərdə tapmaca xarakterli sözü düşərsə, məsələn, mövzunun adını tapmaca xarakterli qoyulması falan, bu yanlış yanaşmadır müəllimlər. Yəni, artıq proqramımız elə qruplaşıb ki, biz mövzuları hansı ardıcıllıqla keçəcəyimiz artıq kurikulum metoduna gələndən sonra kitablarımızda həmin ardıcıllıqla hazırlandı. Daha ehtiyac yoxdur ki, bu mövzunu gələn aya saxlayım və yaxud da ki, bu mövzunu 4 gün sonra keçərəm, bugün vaxtı deyil. Yox. Artıq uşaq bilir ki, müəllimə bugün bu mövzunu keçibsə, sabah hansı mövzunu keçəcək. Yəni, müəllimlər tapmaca xarakterli qoyulması şagirdlərdə motivasiya yaratmır. Yadda qalsın bu da müəllimlər. Məsələn, həyatınızdan hər hansı bir baş verən hadisəni danışa bilərsiniz şagirdlərə. Arxa fonda bir musiqi qoya bilərsiniz. Hansısa rəssamın, hansısa bəstəkarın əsəri səsləndirə bilərsiniz. Məsələn, müəllimlər bu kimi deməli üsullardan istifadə edərək motivasiyanı qura bilərsiniz. Bir də ki, müəllimlər, sizə bir açar məqam deyim. Həmişə motivasiyanı testlərdə işləyəndə yadınızda qalsın ki, motivasiyada oxuyub anlama kimi şeylər yoxdur. Gərək mən dərsi təşkil edəm ki, həmin ötürdüyüm informasiyanı, izahını verəm ki, biləm uşaqda oxuyub anlama var və yaxud da hansısa bir fəaliyyəti göstərir, göstərmir. Motivasiya birinci addımdır. Mən hələ heç nə formalaşdırmamışam. Sadəcə hələ dərsimə cəlb edirəm şagirdləri, müəllimlər. Baxın, motivasiya budur. Yəni, artıq öyrədəcəyim bir şeyə hələ hazırlayıram. Hazırlıq mərhələsidir. Belə deyə müəllimlər. Ona görə testlərdə məsələn şagird anladığın, şagirdə maraqlı gələn, şagird məsələn tutaq ki, başa düşmədiyi məqamlar, bu kimi sözlər görsəniz, bunlar motivasiya deyil. Mən dərsi keçməmişəm ki, biləm şagirdə maraqlı gələn, anlamadığı və yaxud da anladığı məqamları görə biləm. Hələ dərs təşkil etməmişəm. Hələ birinci addımdır. Keçirəm refleksiya mərhələsinə. Müəllimlər, refleksiyanın ilk öncə açar sözlərini deyim. Biz nə üçün dərsi refleksiya edirik? Müəllimlər, biz refleksiya etməsək, təsəvvür edin ki, qidanı çeynəmədən utduq. Biz refleksiya etməsək, təsəvvür edin ki, öyrəndiyimiz informasiya elə oradaca bitəcək. Amma əgər biz öyrəndiyimiz informasiyanı qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa keçirtmək istəyiriksə, biz mütləq və mütləq refleksiya etməliyik. Müəllimlər, baxın, adi sadə bir şey deyim. Dərsi təşkil edirəm, düzdürmü? Adi müəllimlərdən biri qrupa bir test atsın. O testin üzərində hamınız girib baxırsınız, bir müzakirə aparırıq falan filan. O test həmişə sizin yadınızda qalır. Gördünüzmü? Yəni, qısa müddətli yaddaşdaydı, artıq 1-2 dəfə müzakirə apardı, hər öz fikrini dedi. O test uzun müddətli yaddaşa keçdi. Artıq haçansa o test sizə düşəndə, o sizə tanış gələcək. Çünki onun üzərində biz bir müzakirə aparmışıq. Refleksiya dərsin birinci addımından başqa, birinci addım motivasiya idi. Refleksiya dərsin birinci addımından başqa istənilən bir mərhələdə apara bilərsiniz müəllimlər, refleksiyanı. Və refleksiyada biz üsullardan istifadə edirik, müəyyən üsullardan. Müəllimlər, bu məsələn üçün şəxsi jurnal var, çıxış bileti var, 3-2-1 var, sorğu var, cümlə kökləri var.
daha sonra müsahibə var, müzakirə var. Bu kimi üsullarla biz şagirdləri refleksiya edə bilərik. Gəlin birinci şəxsi jurnala baxaq. Müəllimlər, şəxsi jurnal şagirdə aiddir. Şagird hər gün orada qeydlərini aparır. Bu gün dərs təşkil olundu. Nəyi anladım, nəyi anlaya bilmədim və yaxud da ki, mənə nə maraqlı gəldi. Baxın, bu kimi fikirlərin öz şəxsi jurnalında qeyd edəcək. Məsələn, müzakirə. Şagirdləri refleksiyaya səslənməyin bir yolu onları bu barədə müzakirəyə dəvət etməkdir. Məsələn, hər hansı bir dərsi təşkil etdi və şagirdlər onun üzərində müzakirə təşkil edirlər və öz fikirlərini deyə daha yaxşı yadlarında qalır. Müsahibə. Müəllimlər öz öyrənmələri və inkişafları ilə bağlı refleks etmək imkanı verir və onun vasitəsilə həm müəllim şagirdlərdən, həm də şagirdlər bir-birlərindən müsahibə ala bilərlər. Və görürsünüzmü? Artıq mən dərsi gərək təşkil edəm ki, izahı verəm. Uşaqlar kim nəyi anlayıb, kim nəyi anlamayıb falan, onun üzərində bir-birindən müsahibə alırlar müəllimlər. Baxın, bu da gərək dərs təşkil olunsun ki, sonra biz bu müsahibəni apara bilək. Bu da refleksiya mərhələsindədir. Sorğu. Müəllimlər, sorğuda yaxşı tərtib olunmuş suallar lazımdır. Suallara baxın, siz də bunları təşkil edə bilərsiniz. Dərsi təşkil edəndən sonra, izah falan verəndən sonra, yəni öyrənməni təmin edəndən sonra, məsələn, qeyd edin ora, öz fəaliyyətin zamanı hansı strategiyalardan istifadə edirsən? Anlamanı hansı üsullarla yoxlayırsan? Məsələn, biz anlamanı necə yoxlayırıq müəllimlər? Testlər vasitəsilə və yaxud da sual-cavab vasitəsilə və yaxud da nümunələr gətirməklə biz anlamanı yoxlaya bilirik. Bölmənin əvvəlində müəyyənləşdirdiyin öyrənmə məqsədlərinə çatmısanmı? Belədirsə, nəyin sayəsində onları əldə etdin? Yəni, yaxşı tərtib olunmuş burada suallar lazımdır ki, şagirdlər də refleks edərək bu suallara cavab verəcəklər. Cümlə kökləri. Müəllimlər, hərdən şagirdlər çətinlik çəkirlər hər hansı bir fikri gətirməyə, sərbəst şəkildə fikirlərini yazmağa. Cümlə kökləri ona görə çox gözəl bir üsuldur ki, burada müəllim tərəfindən hazır köklər verilir. Artıq şagird əziyyət çəkmir fikir gətirməkdən. Sadəcə cümləni tamamlamalıdır. Baxın, bu fəaliyyətdə tətbiq etdiyim bacarıqlar. Deməli, mən dərsi təşkil etmişəm, izahı vermişəm. İndi də şagirdin qarşısına şagird bir fəaliyyət göstərib və sonra şagirdin qarşısına bu iş üsulundan istifadə edərək şagirdi refleksiya edə bilirəm. Məsələn, bu fəaliyyətdə tətbiq etdiyim bacarıqlar. Uşaq oxuyur. Müəllim qoyub şagirdin qarşısına bu yaşıl hərfdə yazılan yazıları müəllimlər. Uşaq oxuyur. Bu fəaliyyətdə tətbiq etdiyim bacarıqlar. Görür müəllimə cümlənin kökünü yazıb, yəni şagirdə aiddir. Şagird yadına salır ki, mən bu fəaliyyətdə hansı bacarıqları tətbiq etdim? Cümlənin ardını tamamlayır. Bu mövzu ilə bağlı mənə qaranlıq qalan. Uşaq oxudu bunu, yadına salır ki, bu mövzu ilə bağlı mənə qaranlıq qalan nə oldu? Var imiş, dayan. Səslərə diqqət edin Əsmərə müəllimə. Zəhmət olmasa. Aha, gələn dərs üçün öyrənmə məqsədləri. Hazır cümlələri müəllimə burada verib, yəni uşaq əziyyət çəkmir cümlə gətirməyə, sadəcə sonlarını tamamlayır müəllimlər. Bu şəkildə refleksiya apara bilərik. Çıxış bileti. Adına baxın, çıxış bileti. Deməli, müəllimlər bu biletləri verib artıq sinfi tərk etməlidir şagirdlər. Dərsi təşkil edəndən sonra və biz, baxın yenə, çıxış biletində bu suallardan istifadə edirik. Mənim güclü və zəif tərəflərim hansıları idi? Müsbət tərəflərimdə, müsbət deməli, növbəti dərslərimdə nəyə diqqət yetirməyim lazımdır? Mən inkişaf etmişəmmi və nələrin üzərində hələ də çalışmalıyam? Bax, görürsünüzmü müəllimlər? Yəni, bu sualları şagird cavablandırıb, bileti müəllimə verib sinifdən çıxır. Müəllim gedir, oturur, həmin vərəqlərə baxır. Hansı şagirdə nə qaranlıq qalıb, hansı şagird nəyi anlayıb, nəyi anlamayıb, artıq növbəti planlaşdırmasında dəyişiklik edir müəllimlər. Və orada 3-2-1 üsulu yoxdur, unutmuşuq yazmaq, amma mən sizə deyim müəllimlər. Məşhur üsullardan biridir. Biz zaten onu iş üsullarında sizlə keçəcəm. 3-2-1 belə bir üsuldur. Dərsi təşkil edəndən sonra şagirdlərə 3 anladığım məqamı qeyd et. Yəni, bugünkü dərsdə 3 anladığım məqam nə oldu? Başa düşdüyüm məqam nə oldusa onu qeyd et. 2 sənə maraqlı gələn məqamı qeyd et. Yəni, bugünkü dərslə bağlı sənə nə maraqlı gəldi? 2 dənə ondan qeyd et. Və 1, hələ də sənə qaranlıq qalan bir məqamı qeyd et. Və bununla müəllim həmin bu vərəqləri yığır və artıq baxır ki, həm müəllim öz işini də planlaşdırmış olar müəllimlər. Məsələn, o qaranlıq qalan məqamda ola bilər sinifin 50% eyni qaranlıq qalan məqamı yazsın. Və müəllim də biləcək ki, həmin hissəni aydın şəkildə izah verməmişəm. Müəllim öz işini də burada yoxlamış olacaq. Deməli, gəlin bir dənə ümumiləşdirmə edək müəllimlər.
İlk öncə interaktiv təlimdən danışdım mən sizə. İnteraktiv təlimdə dedim ki, qarşılıqlı fəaliyyətə yönələn bir təlimdir. İnteraktiv təlimdə 21-ci əsr bacarıqlarının tədrisə inteqrasiyasıdır müəllimlər. Və biz ənənəvi təlimlə bağlı testlərdə nə gördüksə yanlışdır. Məsələn, şagird passiv rolundadır, şagird sadəcə informasiya mənbəyi müəllimdir və yaxud da mühazirə tipli, eyni, birmənalı, sabit, dəyişməz. Ənənəvi təlimə aid olan bu sözləri testlərdə görəndə bilin ki, artıq bu interaktiv təlim deyil. Amma yaradıcı təfəkkür, problem həll etmə, müstəqil öyrənmə, ünsiyyət, əməkdaşlıq bu kimi sözləri testlərdə görəndə bilin söhbət interaktiv təlimdən gedir müəllimlər. Sonra mən sizlə danışdım motivasiyadan. Dedim, dərsin birinci addımıdır müəllimlər. İdraki fəallıq var burada və cəlb etmə var. Ya testlərdə cəlb etmə, ya da idraki fəallıq kimi motivasiyanı görə bilərsiniz. Motivasiya şagirdi qarmağa keçirtməkdir müəllimlər. Motivasiya üsulları açıq tipli suallardır. Sonra məsələn müəllimlər provoktiv suallar ola bilər, yəni iki başlı suallar ola bilər. Və yaxud da ki, məsələn üçün müəllimlər əyani vəsaitlər ola bilər. Müəllimin başına gələn maraqlı bir həyati hekayəsi ola bilər ki, uşaqlara danışa bilər. Və yaxud da ki, hər hansı bir musiqi, hər hansı bir rəssamın, bəstəkarın əsəri ola bilər müəllimlər motivasiyada. Refleksiya isə dedim, dərsin birinci mərhələsindən başqa bütün mərhələlərdə təşkil olunur. Refleksiya biz etməsək qidanı çeynəmədən utmuş kimi olarıq. Refleksiya etmək öyrəndiyimiz informasiyanı qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürmək deməkdir. Refleksiya etmək üçün müxtəlif üsullar var müəllimlər. Çıxış bileti, cümlə kökləri, şəxsi jurnal, 3-2-1, müsahibə, müzakirə, bu kimi üsullardan istifadə edərək şagirdləri refleksiya edə bilərik müəllimlər. Bu fasilitator rolunu burada saxlayırıq, çünki başqa bir dərsdədir. İndi keçirik müzakirə, sual-cavab və müzakirə prosesinə. Gəlin baxay müəllimlər. Əvvəllər bunlar elə bir ki, ayrı-ayrı dərsləri idi. Artıq keçən il taymına görə sual-cavab falan müzakirə prosesi gətirildi motivasiya və refleksiyanın içərisinə. Gəlin baxay müəllimlər. Sual-cavab prosesinin effektiv şəkildə təşkili. Müəllimlər, biz hələ də, yəni bu bir reallıqdır, ənənəvi təlimdə qalmışıq və dərsə giririk, açırıq kitabı, başlayırıq uşaqları sual-cavab etməyə. Yəni bu doğru yanaşma deyil. Sual-cavab prosesinə müəllim öncədən hazırlaşmalıdır. Müəllimlər, nə qədər haqlı olar ki, biz sinifə giririk, kitabı açırıq və bir sualı sinifdə olan bütün şagirdlərimizə ünvanlayırıq. Axı onların səviyyələri, potensial imkanları eyni deyil. Aşağı-yuxarı təfəkkürə görə şagirdlərimiz var. Məsələn, yuxarı təfəkkürə aid olan sualı necə bütün sinifə verə bilərəm? Məsələn, tutaq ki, bu əsərə qarşı fikrini əsaslandır, münasibət bildir. Mən bu sualı necə bütün sinifə ünvanlaya bilərəm? Çünki bu yuxarı təfəkkürə aid olan bir sualdır. Yəni ona görə müəllimlər biz sual-cavab prosesinə öncədən hazırlaşmalıyıq. Gəlin baxaq. Sual vermə mədəniyyəti yaradın. Ən önəmli məsələ müəllimlər. Sualları əvvəldən hazırlayın. Sualları Bloom'un idrak taksonomiyasına uyğun hazırlayın. Testlərdə ATS və YTS görsəniz, aşağı təfəkkür səviyyəsi və yuxarı təfəkkür səviyyəsi. Gəlin yadımıza salaq müəllimlər. İdrak taksonomiyası 2 yerə bölünürdü. Aşağı təfəkkür səviyyəsi xatırlamaq, anlamaq, tətbiq, yuxarı təfəkkür səviyyəsi isə təhlil, dəyərləndirmə və yaratmaq mərhələsindən ibarət idi. Şagirdlərimiz müxtəlif olduqlarına görə biz də şagirdlərə müəllimlər suallar hazırlanan zaman idrak taksonomiyasını nəzərə alaraq aşağı və yuxarı təfəkkür səviyyəsinə görə təşkil edəcəyik. Müxtəlif sual növləri açıq və qapalı. Məsələn, yuxarı təfəkkür səviyyəsinə aid olan şagirdlərimizə açıq, aşağı təfəkkür səviyyəsinə aid olan şagirdlərimizə isə qapalı tipli suallar versək daha yaxşı olar. Gözləmə vaxtının verilməsi. Müəllimlər, biz şagirdlərə gözləmə vaxtı verməklə bərabər imkanları təmin etmiş oluruq. Adi buradan sizin üçün real, belə deyim, bir nümunə çəkə bilərəm ki, öz həyatımdan. Müəllimlər, üzr istəyirəm, övladım 2-ci sinifdə oxuyur və uşaq, yəni dərslərində çox yaxşıdır səviyyə tərəfdən, amma gəl ki, uşaq sırazı suallara cavab verə bilmir. Sadəcə düşünməyə ehtiyacı var. Ən azı yarım saniyə bu uşaq düşünməlidir. Və hər dəfə dərsdən gələndə görürəm ki, ağlayır, nə bilim, pis olur.
soruşanda ki Mədiş nə olub? Deyir ki, bəs ana mən suallara cavab vermək istəyirəm yarışma olanda. Onlar tez cavab verir. Mən cavab verə bilmirəm, əsəbləşirəm. Görürəm onu motivasiyadan salır. Məktəbə getmək istəmir. İstəmir yarışma olsun. Deyir onsuz yenə uduzacağam. Mən düşünmək istəyirəm. Onlar imkan vermir mənim düşünməyim üçün. Görün uşağa psixoloji olaraq nə qədər pis, yəni həqiqətən təsir edir. Müəllimlər, yəni insanlar var ki, tez düşünə bilir. İnsanlar var ki, gec düşünə bilir. O demək deyil ki, həmin insan zəifdir və yaxud da ki, heç bir şey bilmir. Sadəcə düşünməsi zəifdir. Yəni necə? Biraz uzun çəkir. Ona görə bərabər imkanları təmin etmək üçün biz uşaqlara düşünmə vaxtı verməliyik müəllimlər. Yəni icazə vermirik ki, uşaq sualı cavablandırsınlar. Deyirik uşaqlar 30 saniyə vaxt verirəm. Və yaxud da məsələn 60 saniyə vaxt verirəm. Yəni və yaxud da ki, 1 dəqiqə yarım vaxt verirəm. Sual ətrafında düşünün. Heç kəs hələ cavablandırmasın. Yəni siz bununla həm bərabər imkanları təmin edərsiniz, həm də sağlam psixoloji bir sinifdə, yəni dəstəkləyici mühiti təmin etmiş olarsınız müəllimlər. İndi deyirsiniz ki, müəllimə, yaxşı biz konkret olaraq nə qədər zaman verək şagirdlərə? Bu sualların asan və çətinliyinə görə əsaslanır müəllimlər. Sonra şagirdlərin bir-birlərinə sual verməsini təşviq edin. Bu da çox önəmlidir müəllimlər. Formativ qiymətləndirmə üçün suallardan istifadə edin, pozitiv rəy verin. Rəylər bilirsiniz ki, müəllimlər konstruktiv və destruktiv olaraq iki yerə bölünür və biz bunu formativ qiymətləndirmədə sizlə keçəcəm. Bizə destruktiv rəy ümumiyyətlə lazım deyil. Destruktiv rəy dağıdıcı bir rəydir. Bizə konstruktiv rəy lazımdır müəllimlər. Yəni pozitivə yönələn bir rəy, gələcəyə yönələn bir rəy, səmərəli rəy, effektiv rəy müəllimlər. Əvvəl müsbətlə, sonra çatışmayan tərəflərin şagirdin şəxsiyyətini zədələmədən yumşaq bir formada deyəcəyik və şagirdə istiqamət verib yönləndirəcəyik. Daha sonra müəllimlər, müəllim sualların cavablandırmasında müxtəlif strategiyalardan istifadə edə bilər. Məsələn, şagird sual verdikdən sonra əgər dərsin vaxtına az müddət qalmışdırsa, vaxta qənaət məqsədi ilə sual müəllim tərəfindən cavablandırıla bilər. Digər yol isə şagirddən gələn sual cavablandırılması üçün bütün sinfə yönləndirilsin. Yəni burada vaxta az zaman qalıbsa bunu edirik. Digər bir üsul isə sualı səsləndirən şagird tərəfindən həmin sualın cavablandırılmasına nail olmaqdır. Məsələn, ipucu verə bilərik. Bundan başqa şagirdlərdə verilən suala dərsdən sonra bircə müzakirəsi ilə cavab tapmalarını və sonra müəllimlə yoxlamalarını istəmək olar. Digər üsul isə sual verən şagirdə birbaşa cavab verməyərək onun cavabı özü tapması üçün müəyyən bir resursa yönləndirmək olar. Əgər sual hazırki mövzu ilə əlaqəli deyilsə, onun cavabını müəyyən vaxtadək təxirə salmaq olar. Yəni geri qayıtmaq şərti ilə. Hətta müəllimlər mənim özümə də müsahibə mərhələsində bu sual verilmişdi ki, yəni bu mövzu həm də sizin müsahibə mövzunuzdur ya müəllimlər. Amma sizdən çox xahiş edərdim ki, PDF-dən başqa Time-dan da bu mövzunu oxuyasınız. Düzdür, uzun dərsdə, amma bu hissəni xüsusən oxuyun. Çünki müsahibə suallarının 90%-i məhz buradan çıxarılır müəllimlər. Məsələn, sual verilmişdi ki, müəllimlər, belə bir sual idi ki, bəs şagird sizə sual verir, siz sualın cavabını bilmirsiniz. Nə edərsiniz? Yəni müəllimlər, burada ən gözəl cavabı olar ki, əgər mən bir müəllim kimi sualın cavabını bilmirəmsə, yəni bu pis bir şey deyil. Ola bilər o sual haqqında məlumatım yoxdur və şagirdə deyərəm ki, mən hal-hazırda bu sualın cavabı ilə, yəni onun haqqında hər hansı bir məlumatı bilmirəm. Amma evə gedəndən sonra bu sualı araşdıracağam, sən də araşdırarsan, bir yerdə sabahları müzakirəsini apararıq. Baxın müəllimlər, bu şəkildə edəcəyik. Sinifdə müzakirə prosesinin təşkili. Gəlin müzakirə prosesinə baxaq müəllimlər. Müzakirə sinifdə diqqəti müəllimdən şagirdə ötürən və şagirdlərin təkcə müəllimlərindən deyil, bir-birindən də öyrənmələrini təmin edən strategiyalardan biridir. Müəllimlər, müzakirə ilə bağlı ən çox testlərdə səhv bilirsinizmi nə düşür? Qapalı tipli suallar. Müzakirədə heç zaman qapalı tipli sual olmaz. Çünki müzakirənin başlaması üçün açıq tipli suallarla başlamaq lazımdır ki, biz sual ətrafında fikirlərimizi bildirə bilək. Yəni, qapalı tipli suallarda müzakirə aparmaq olmur müəllimlər, konkret cavab olur. Başqalarının dediklərini dinləyin və refleksiya edin. Bir-birinizin ideya və fikrinə hörmətlə yanaşın. Yəni, müzakirə prosesindən qabaq bu qaydaları şagirdlərin nəzərinə çatdırmaq lazımdır ki, biz effektiv şəkildə müzakirə aparaq. Məsələn, müəllimlər, başlayırıq bir müzakirə aparmaya, o bunu dinləmir, bu onu dinləmir, xaos yaranır. Ona görə mütləq bu qaydaları şagirdlərə deyirsiniz müəllimlər müzakirədən qabaq.
Müzakirəni qarşı tərəfin dedikləri üzərində qurun. Bir-birinizi dəstəkləyin və cəlb edin. Anlamadığınızda sual verin. Razılığa gəlməyə çalışın. Sakit danışmağa üstünlük verin. Sinif müzakirələrində hamının bərabər dərəcədə söz demək haqqı var. İndi isə gəlirəm müəllimlər fəal dinləmə bacarığı. Yəni bilirsiniz ki, bu sosial bacarıqlardan biri olan ünsiyyət aiddir. Gəlin görək müəllimlər, fəal dinləmə nə deməkdir? Fəal dinləyici olduğunu nümayiş etdirmək üçün lazım olan verbal və qeyri-verbal fəaliyyətlərlə nümunələr. Verbal sözlü şəkildə hə, yox, bəli, xeyr kimi cavablar. Qeyri-verbal isə müəllimlər bizim jest və mimikalarımız, baş tərpətməyimiz falan. Məsələn, tutaq ki müəllimlər